Bu yorumu oxuyuram, özü cavab verərsin. Nə qədər gülmüşəm. Yazıb ki, bir nəfər bundan soruşan yoxdur ki, sən kimsən? Hansı tipli təhsilin var? Orta məktəb dərslikləri səviyyəsində anatomiyadan xəbərin var. Bu adam özü onkoloji xəstədir, kimyaterapiya alır. Əgər düzəldən olsaydı, öz-özünü düzəldərdi. Belə yazıb, girib özünüzdə yorumu oxuyarsınız. Demək, mən bir sistem yaşayıram, mükəmməl bir sistemdir. O sistem nişi sistemidir. O sistemdə sağalmayan xəstəlik yoxdur. İnsanın iradəsi varsa 100% xəstəliklərdən sağalır. Bu bir. İkincisi, Allah can sağlığı versin, mən Füzuli Hüseynovun fitoterapiya kurslarını bitirmişəm. Yəni, fitoterapiya odur ki, sən bilmirsənsə, mən sənə deyim. Yəni, bitkilərlə müalicə, xalq təbabəti. Bunu da bilirəm Allahın izni ilə. Demək, mən sosial şəbəkə təzə gələndə, yəni firmalar ki var, dərman firmaları, qida əlavələri satanlar, onlardan birinin yəni rəhbəri kimi də bir insan mənə çağırdı ki, gəl biz çalışaq, işləyək. Nəsə dedim, nə satırsan sən, nə edirsən? Onlardan da bax, biri budur elə. Demək, nə satırsan? Dedi ki, qida əlavələri, belə şeylərdir, kapsullardır, nə bilim nədir. Dedim, mənlik deyil də onlar. Dedi ki, sən də onsuz mən satdığımı satırsan da. Deyirəm, mən nə satıram ki? Mən məsələn üçün insanlara deyirəm, gici tikən gözəl bitkidir, gözünüzlə görürsünüz, həyətinizdə var, gedin yığın, məsələn üçün fitoklublarda var, alın bundan istifadə eləyin. Və yaxud da yığın həyətinizdən, dolu dəriyirdir. Və yaxud da ki, solma çiçəyidir, kasnotudur, avaganqaldır. Mən təbii olan, gözümlə görən şeyləri deyirəm. Və mən bununla razılaşmadım, çıxdım, gəldim. Dedim, mən istifadə eləmədiyim şeyi insanlara demərəm heç vaxt. Və mən Herbafloranın məhsullarını bəyəndiyim üçün, əvvəldən özüm oradan aldığım üçün hər zaman da tövsiyə edirəm ki, gedin oradan alın. Gedin oradan alın, istifadə edin. Yəni, Herbaflora böyük firmadır, tanınmışdır. Allah can sağlığı versin, Füzuli Hüseynovundur. Rahatlıqla, əminliklə ala bilərsiniz. Bax, bu insanlar çoxdur, gəlir burada insanların, belə deyim də, ağlını çaşdırmaq üçün yayındırır ki, insanlar təbii nemətlərdən istifadə eləməsinlər. Sizin fikirlərinizi yorumlarda gözləyirəm, gözəl insanlar. Görürsünüz, bax. İnsanlar var ki, insanlara müdaxilə edir ki, qoy onlar sağalmasın, asılı qalsın. Ölənə qədər hansısa bir qida əlavəsindən, dərmanlardan asılı qalsın. Gəlin biz xalqımıza dəstək olaq, millətə dəstək olaq ki, onlar şəfa tapsın. Şəfa tapsınlar Allahın izni ilə.